Bu günlərdə bir iclas keçirilib Naxçıvan Ali Məclisinin binasında. Səlahattin nümayəndənin müavini Samir Seyid Əhmədli hökumət üzvlərini yığıb, özü də başda oturub və başlayıb dövlət proqramının icrası ilə bağlı tapşırıqlar verməyə. Baş naziri yanında belə oturtmayıb, aşağıda oturdu. Yəni, bu biabırçılıqdır. Mən xatırlamıram nə Vasif Talibovun dövründə onun birinci müavini Azər Zeynalov. Baş nazir, mən eşitdim Canişin oturdu bax. Yox. Baş nazir. Nümayəndə oturub, baş nazir aşağıda oturdu. Deməli, nə Vasif Talibovun dövründə onun birinci müavini Azər Zeynalov belə hərəkətə yol verib ki, hökuməti yığa, baş nazir qarışıq tapşırıq verə. Başa düşmədim, kim indi o iclası keçirib? Samir Seyid Əhmədli, Səlahattin nümayəndənin müavini. Seyid Əhməd, İlan Tutan Əli. İndi siz elə deyirsiniz də. Elə deyək, mən aydın olsun mənə. Seyid Əhməd Əli. O kimi yığıb? O yığıb hökuməti. Yəni, müxtəlif nazirləri, komitəsindən yığıb, orada oturub başda, iclas keçirdi, tapşırıqlar verib. Baş nazir oturub aşağıda. Bəs Canişin orada oturub? O iştirak eləməyib orada. Deməli, təsəvvürünüzə gətirin, nə Vasif Talibovun dövründə Azər Zeynalov belə bir hərəkətə yol verib, nə üzr istəyirəm, nə Fuad Nəzəfin dövründə elə bu Samir Seyid Əhmədli belə bir hərəkət edə bilib. İndi sual yaranır, bu Samir Seyid Əhmədliyə bu qədər səlahiyyət niyə verilib? İndi mən deyirəm, bu günah kimdədir? Mən orada demirəm, nə bilim, mən Allah eləməsin ki, mən Naxçıvanda hansısa vəzifətim, deyək ki, YEK müdürü olam. YEK müdürü, mən demirəm da Canişin. YEK müdürü olam, mənim müavinim, bütün o işçiləri yığa, mənim başımın üstündən əmr verə, mən neyin yerəm? Mən gedərəm ya üzü sulu ərzəmi yazaram, apararam, verərəm prezidentə, cənab prezident, deyəsən səhv düşübdüm bizim yerimiz. Siz bu adamı qoymalıydınız mənim yerim. Məsləhət bilsədilər, onu qoyardılar başına. Səlahattin nümayəndə, deməli məsləhət verməyiblər. Mən onu eləyərəm, gedərəm, ərzəmi yazaram, apararam prezidentə ki, cənab prezident, deyəsən bizim yerimiz səhv düşübdür. Siz onu nə vəzinə məni ora qoyubsunuz?